Yaşlılar ən çox. Yaşlılar. Bəli. Niyə görə belə qənaətə gəlmisiniz ki? Mənim fikrimcə elədir. Gənclərlə bağlı bir şey deyil bu. Yox. Hamısı bizi günahlandırır. Kənddən gələnlər. Onlar eləyir. Bəli. Sizcə necə eləyirlər yəni? O da yaşayırıq, görürük də, hamımız görürük. Rayondan gələnin ümumiyyətcə insanlığa heç bir dəxlisi yoxdur. Tərbiyə hər yerdə ola bilər yəni. Mən də rayondan gəlmişəm. Mən buranı korluyuram demək anlamına gəlmir. Özünə hörmət eləməyən insanlar. Başının göbəni çola qoyan qızlar daha çox pozur. Mədəniyyət tərbiyədən irəli gəlir. Mədəniyyəti olan insan heç nəyə zərər vurmaz. Bu isə insanın böyüdüyü və hər şeyi dərk etdiyi mühitdən çox asılıdır. Tərbiyəli ola bilər, amma mədəniyyət tamam başqa bir şeydir. Tərbiyə və mədəniyyət fərqlidir. Bəli, çox fərqlidir. Tamamlasa da fərqlidir. Yəni insanları bu qədər sinifləndirməyə dəyməz məncə. Valla o qədər pozan var ki, mən kimi deyim. Valla elə şəhərlərlə də, rayonlarla da bunu bölmək lazım deyil. Hamımız eyni millətik, hamımız eyni insanıq. Sadəcə olaraq o qədər bir-birimizə hörmətimiz azalıb, o qədər bir-birimizi tənqidimiz çoxalıb ki, kətdən gələnləri heç bir, mən özüm kətdən gələnəm. Kətdən gəlmir. Bəli, yəni elə bir şey də ola bilməz. Valla şəhərdən elə şəhərlərin özüdür.